İnsanların xəstələnməməsi üçün, xüsusən də infeksion xəstəliklərə yoluxmaması üçün onlara lazım olan əsas sistemlərdən biri məhz immun sistemdir. Bəlkə də aranızda bir sıra şəxslər bu kəlməni işlədir. Mənim immun sistemim güclüdür, mən normalda xəstələnmirəm. Dostlar, hər birinizi salamlayıram. Bugünkü videomuzda mən sizlərə immun sistemin güclü olması həqiqətən də əhəmiyyətlidir deyə mövzuya toxunacağım. Ümumilikdə onu bildirim ki, immun sistem insan orqanizminin daxili sabitliyini təmin edən əsas sistemlərdən biridir. Yəni bir növ polisdir, bir növ ordu sistemidir ki, onlar orqanizmə düşən mikroorqanizmlər, xüsusən də yəni bakteriyalar, viruslar, bir sıra göbələklər, protozoylar, hətta qurd invaziyalarına görə müdafiəni təmin edən bir sistemdir. Yəni onların orqanizmdən çıxarılmasını, ilk növbədə tutulmasını, məhv edilməsini və ondan sonra eliminasiya edilməsini, yəni xaric edilməsini təmin edən bir sistemdir. Yaxşı, indi immun sistemin güclü olması və yaxud da zəif olması barədə bir mövzuya toxunaq. Doğrudan da immun sistemin güclü olması bizə həmişə faydalıdır. Ümumilikdə belə bir termin var, normal immun status. Tibb aləmində əsasən insanın sağlamlığını həyata keçirməkdən danışırıqsa, gərək immun status normal olsun. Yəni, normal immun status insan orqanizminin sağlamlıq göstəricisidir. Yaxşı, az öncə dediyim kimi, immun sistem məhz yad maddələrə qarşı mübarizə aparırsa, bəzi hallarda bundan əlavə bir funksiyada yerinə yetirir. Bizim orqanizmimizdə müəyyən bir baryer sistemlər vardır ki, bu baryer sistemlər bizim immun sistemimizdən bir növ sərhədlənib. İmmun sistem həmin orqanların toxumasını tanımır, hüceyrələrini tanımır və yaxud da yad maddə kimi tanımır. Lakin bəzi xəstəliklər vardır ki, onlara autoimmun xəstəliklər deyilir. Bu autoimmun xəstəliklərdə əsas səbəb, nəticə məhz həmin immun sistemimizin öz orqanizmimizə qarşı yaratdığı mübarizə nəticəsində baş verir. Buna autoimmun xəstəliklər deyilir. Məsələn, revmatizm bunlara aiddir. Məhz revmatizm zamanı immun sistem bizim oynaq kisəsində olan, oynaq başlarındakı olan toxumanı, hüceyrələrini yad kimi tanıyır və onlara qarşı mübarizəyə qalxır. Nəticədə revmatoid artrit baş verir. Və yaxud da bu ürəkdə də baş verə bilər. Ürək qapaqlarına qarşı mübarizə aparmağa başlayır və nəticədə revmokardit baş verir. Həmçinin Hashimoto sindromu, Hashimoto tiroiditi. Məhz bir çox insanlar bunu bilirlər, bəlkə adı xoş gəlib deyə bəzən Hashimoto kimi kəlməni çox işlədirlər. Hashimoto tiroiditi də məhz immun sistemin bizim tiroid vəzinə, yəni qalxanvari vəzin hüceyrələrinə qarşı mübarizəyə qalxması nəticəsində yaranan bir iltihabi prosesdir. Həmçinin autoimmun hepatit, qaraciyər toxumasına qarşı bu proses baş verir. Tam olaraq səbəblər bəlli olmasa da bir sıra səbəb kimi genetik faktorlar nəzərdə tutulur və yaxud da immun sistemin disbalansı nəzərdə tutulur, amma tam olaraq səbəb hələ bəlli deyil. Yəni yoldaşlar, qısaca deyim ki, immun sistemin güclüdür demək hələ hər şeyi demək deyil. Əsas məsələ immun sistemin produktivliyi və bu produktivliyin doğru həyata keçirilməsidir.